Qədirxum günüdür. Bugünkü çıxışımı Qədirxumla əlaqələndirmək istəyirəm və o günə həsr eləmək istəyirəm. İnşallah Allah həm sizdən qəbul eləsin, həm bizdən. Tarixdə müəyyən mühüm əlamətdar günlər var İslam tarixində. Bunlardan biri Qurbandır. Qurban haqqında keçən söhbətlərimizdə tanışdıq. Çox mühüm günlərdən biridir. Biri Fitirdir, Ramazan ayı ilə bağlıdır. Biri Cümədir. Cümə özü hədislərə baxsız möhtəşəm bir gündür. Cümə bərəkətli bir gündür. Cumuati Quran-ı Kərimdə də keçib. Bir də Qədirxumdur. Amma İmam Rıza əleyhissalam deyir ki, əgər o 3 gün ulduzdursa, Qədirxum aya bənzər. Ən mühümmi Qədirxumdur. Və o günün əlamətləri, o günlə bağlı müəyyən tövsiyələr olunub bizə, tapşırıqlar olunub sabahsı gündən bağlı. Hədisdə var, mən ət'aməl mümin, sabah kim bir möminə itam eləyərsən, necə bir süfrə açarsa, yaxşı, bir ehsan adı ilə süfrə açarsa, deyir ki, mən ət'amə cəmiən nəbiyyin və siddiqin. Sanki deyir, neyini bu? Bütün peyğəmbərləri öz süfrəsinə dəvət edib. Bütün siddiqləri öz süfrəsində əyləşdirib. Sanki 124 min peyğəmbərə süfrə açmısan. Bu qədər əzəmətli gündür sabahsı gün. Sabahsı gün silə rəhm eləmək, dostların bir digərini baş çəkməsi, iman əhlinin, qohum, əqrabanın çox tövsiyə olunub sabah üçün. Sabahın əməllərindən biri oruç tutmaqdır. Kim sabah oruç tutsa elə bir bütün ömrünü oruç tutub. O qədər o savabı var, əcri var, mükafatı var. İnşallah indi deyəcəm sizə niyə bu qədər əzəmətlidir. Bu iki dənə bu sözləri deyim. Sabahsı günün bir namazı var. Zöhrə yaxın idi. Zöhrdən bir 15 dəqiqə qabaq, 10 dəqiqə qabaq. 2 rikətdir namaz. Birinci rikətdə Fatihədən sonra İnnə ənzəlnəhu fi leylətil qədr. Qədr surəsini oxumaq. İkinci isə buyururlar, ikinci surədə Qul Huvallahı oxumaq. Elə ki namaz bitdi. Bitəndən sonra səcdəyə getmək. Səcdə 100 dəfə Elhamdülillah demək. Və 100 dəfə də şükrən lillah demək. Ki şükür olsun Allahım sənə bizi Əmirül Möminin Əli əleyhissalamın vilayətində qərar vermirsən. Buna görə Allaha bir şükür edirsən 100 dəfə. Çünki sabahsı gün Qədirxum Əmirül Möminindən bağlı bir gündür. Hətta İmam Baqirdən belə bir dənə hədis var. Buyurur, şeytan 4 yerdə nalə çəkib. Narahat olub. Biri yevməlu'in, o zamanki lənətdəndir. Hansı hadisə lənətdəndir? Adəmin hekayəsində. İkinci buyurur, yevmə uhbitə iləl ardı. Elə ki, ali dərgahdan qovuldu. Şeytan ali dərgahdan qovulub. Adəm enib yerə, şeytan qovulub. Şeytan qovulub, Adəm enib ki, qalxsın yüksəkliyə. Ona görə insan dünya adlı məntəqəyə gəlir ki, pərvaz eləsin, ucalsın. İkinci o gündür. Üçüncü gün, yevmə bu'isən nəbi, elə ki, peyğəmbərə peyğəmbərliyi verildi. Bizim sonuncu peyğəmbərə orada bir dənə nalə çəkib. Yəni, çox narahat edib onu peyğəmbərə peyğəmbərliyi verilməsi. Və dördüncü, bax, sabahsı gündür, yevməl qədir, nalə çəkib. O gün, Allah o gün, raditu ləkum əl-İslamə dinən deyib, bu İslamdan razıyam deyib, bu yoldan razıyam deyib, bu xəttdən razıyam deyib, imamət xətti, bu yol, yaxşı. İbn Baqir, innə iblis əduvvullah rənnə arbə rənnat. 4 yerdə nalə çəkib, 4-ünü dedim sizə. Və Peyğəmbərimiz bu günə çox əhəmiyyətli yanaşıb, çox ciddi yanaşıb. Çünki Allah özü bu mövzuya ciddi yanaşıb. Ayəyə baxsız, əziz Allahımız ayədə
buyurur, bəlliq. Bəlliq çatdır. Özü də davamında buyurur, inləm təfəl. Demir bu sözü deməsin. Deyir, bu missiyanı icra eləməsin. Deməli, bu yalnız bir söz deyil, bu bir missiyadır. Mesela bir icraatdır. İnləm təfəl deyir, inləm təqul demir, inləm tubəlliq demir, çatdırmason demir. Bundan da böyük söz işlədir Allah Teala bu ayda buyurur. İnləm təfəl. Təfəl fəalə sözü ərəb dilində neysə etmək, icra eləmək, böyük. Mesela bir işi icra eləmək. Allah da deyir bu missiyanı icra eləməsin. Yəni görünən odur ki, bir elə söz demək deyil, elə sözü dik et. Bəzi məsələlər var ki, o sözü demək üçün insanları hazırlayırlar. Deyirlər, gözləyin filan gün deyəcək. Hamı deyəcək, o gün niyə deyir, nə deyəcək? Hamı bir-birindən soruşur, nə məsələdir? Başa insanları hazırlayırlar ruhən. Ondan sonra o gün gəlir, çatır, hamı yığışır bir yerə və o an söz deyilir və əhəmiyyəti çatdırılır. Allah Teala da qədir xum məsələsini belə qabardır. Deyir, bilsən, neynəməlisən? Bəlliq, birinci qul yox, deməli deyilsən. Bəlliq, təkrar bu mövzuya toxunmalısan. Sonra da inləm təfəl, bu iş etməsin, bu missiyanı icra eləməsin. Elə bir ki, sən öz missiyanı icra eləməmisən. Peyğəmbərlik üçün yarımçıq qaldısan. Bu qədər ciddi bir mövzu, bu qədər əhəmiyyətli bir mövzu. Yaxşı. Yəni, Peyğəmbərə də bir mesajdır və Peyğəmbərimiz də bunu çox gözəl icra edir. Ninir, ömrünün son vaxtlarında xəbər göndərir ətraf məkanlara, məntəqələrə. Deyir, mən həcc eləmək istəyirəm. Həccətül vida deyirlər, sonuncu həcc. Deyir, həcc eləmək istəyirəm. Mən də geyəcəm, kim qoşulursa gəlsin. Və israr edir, qoşulun. Və orada olan insanlar da istəyir Peyğəmbərlə həccə getsin. Adam bir nəfər mənəviyyatlı insana həccə getmək istəməz. Peyğəmbər deyir, mən gedirəm, gedən var. Peyğəmbər özü işin içinə daxil olur və ətraf məntəqələrə xəbər göndərir. Tarixə baxın, 100.000 müsəlman yığışır bir yerə. Hətta bir yerdə oxudum, 120.000. 120.000. Və həcc bitir, qayıdırlar. Qaydına gəlirlər, çatırlar bir yerə ki, artıq yol ayrıcıdır. Oradan Mədinəyə gedən, Mədinəyə gedir, İraqa gedən, İraqa gedir, Yəmənə gedən, Yəmənə gedir. Yol ayrıcıdır bir nöqtədir ki, oradan parçalanırlar, hələ öz məntəqələrinə gedir. Həmən yerin adı Qədirdir daha doğrusu. Bizim leksikonda çünki birinci hərflə başlayan, Q hərfi ilə başlayan söz yoxdur deyənə, biz Qədir deyirik, əsli Qədirdir. Qədirdir. Qədir gelsə ayrıdır, bu Qədirdir. Q iləndir. Q, Qədir, yəni bir çalaya deyirlər, bir çuxura deyirlər, xumda onun şəklinə deyirlər. Müəyyən bir şəkil ki olur, ta ki müəyyən çuxurun bir şəkli var da, dairəvi ola bilər, dörd bucaq ola bilər. O şəklə xum deyirlər. Qədir, xum, o çalanın, o çuxurun kənarından yığışırlar. Orada dayanır Peyğəmbər. Orada hamı dayanır. Bəzilər qabağa düşmüşdü. Peyğəmbər onları geriyə qaytarır. Bəziləri geridə qalıb Peyğəmbər onları gözləyir, gəlsin, çatsın. Əmirül-Momin də Yəməndən gəlir. Əmirül-Momin də gəlir, çatır. Onda bir hadisəsi var, niyə getmişdi ora? Nə idi məsələ? Nə baş verdi yollarda? İnşallah başqa vaxt. Gəlir, çatır və bir yerə yetişir ki, özü istidir. Yəni, hava da çox isti ərəfəyə düşmüşdü. Təsadüf elədiyi gün də 4-cü gün idi. Peyğəmbər hamı dayansın deyir. Və sabiqəsi olmayan bir xütbə eləyir. Peyğəmbər xütbələr çox eləmişdi. Amma belə xütbəl olmayıb. 120.000 adam yığışsın bir yerə Peyğəmbər xütbə eləsin. Sabiqəsi olmayan bir dənə mühüm bir xəbəri çatdırmalıdır. Hamı bir-birinə deyir, gözən nə olub? Nə baş verib? Nə edəcək? Qadınlar bir tərəfə yığışıb, kişilər bir tərəfə yığışıb, mərasim qurur. Hətta baxsız, orada bir tribunanı düzəldir, belə deyək, atın yəhərləri deyək, onlar üst-üstə yığırlar. Peyğəmbər çıxır bir zirvəyə, orada Əmirül-Mominini gətirir, çatdırır, çıxardır ora. Və orada başlayır o mötəbər çıxış eləməyə. Özü də deyir ki, axı 120.000 adam az deyil. Deyir bir-iki cümlə,
o tərəf eşidir, qabaqdakılar eşidir. Bu cümləni siz də deyin, o tərəfdəkilər eşitsin mən nə deyirəm. Belə-belə səsini göndərir, çatdırır 120. Sonra axırda qayıdır, deyir, burada olanlar eşitdi, eşitdi. Eşidənlər eşitməyənlərə danışar bu söhbəti. Yəni, gələcək nəsillərə çatdırın bu söhbətləri. Və orada Peyğəmbər 3 gün saxlayır onları. Özü deyir, elə istəyirdi ki, təsəvvür edin ki, əbanı başlarına çəkirdilər, əbanı ayaqlarını tuturdular, isti. Çox qəribə belə bir istiliyi də var idi. Hətta Peyğəmbər orada bu işi icra edir və 3 gündə qalırlar orada. Eşidənlər eşitməyənləri çatdırsın və Peyğəmbər çıxışa başlayır. Mən oradan bir iki kəlməsini deyirəm sizə. Deyir, fəmən kuntu mevlahu fəhəzə əliyyum mevlahu. Hətta əvvəlində bir söz deyir. Deyir ki, mən sizin üzərinizdə olan vilayətim nə qədərdir? Mən nə qədər sizin üzərinizdə ixtiyarlıyam? Sizin öz üzərinizdə ixtiyarınız var. Mənim ki, sizin üzərinizdə olan ixtiyarım daha çox deyilmi? Bəli, belədir. Allah orada, Peyğəmbər onlara bir əhd alır imamət üçün. Maraqlıdır. İmamət üçün bir orada beyyət alır onlardan, əhd alır onlardan. Ondan sonra başlayır, deyir, mən kuntu mövla fəhəzə əliyyum mövla. Mən kimin mövlasıyamsa bu Əli ya, özə demir Əli. Sabah 100 dənə söz gəlirdi, Əli o qədər çox Əli vardı ki, o deməyib. Özü bilə-bilə deyir, bu Əli ya, bu Əli. Sizin mövlavuz, mövla yəni rəhbər. Yaxşı, və özü də bu kəlməni 3 dəfə deyir. Diqqət edirsiniz, bir sözü bəzi vaxtlar neçə dəfə deyirsən, niyə əhəmiyyəti üçündür? Deyirsən, o zaman bir də deyim, bir də deyim. 3 dəfə bunu deyir. Ondan sonra deyir, Allahümmə vali mən valahu. İlahi, sən o kəslər ki, onu sevir, onun vilayətini qəbul edib, sən də onlarla o cür rəftar elə. Adi mən adahu. İlahi, kim ki ondan düşmən olub, Peyğəmbərin dualardır ya, bunlar qəbul olunmuş dualardır. Adi mən adahu, kim ki ona düşmənçiliyib, sən ondan düşmənçilik elə, ya Rəbbəl aləmin. Kim ki narahatdır ondan, kim ki onu sevə bilmir. Yaxşı, bir var tanımayıb, sevmir, ondan işim yoxdur. Bir var qəsdi, qərəzli, qəlbinə o qədər yad məhəbbətlər doldurub ki, əlini sevə bilmir. O qədər yad məhəbbətlər girir ki, yad məhəbbətlərlə dolan qəlb əli məhəbbəti ilə tanış ola bilər. Yaxşı. Əhibbə mən əhəbbəh. İlahi, onu sevəni sev və əbğiz mən əbğəzəh. Ona nifrət edən nifrət elə. Vənsur mən nəsərəhu. Kim ki ona kömək edib, sən də ona kömək elə. İlahi, o yadda saxlayın, kim ki imamət yolunda çalışır, zəhmət çəkir, səy göstərir, Allah ona yar yardımcıdır. Tamamən arxayın ola bilərsin. Peyğəmbərin qəbul olmuş duasıdır bu. Vəhzul mən həzələhu. Kim ki xar eləmək istəyir əmr-ül-müminin. Bəzi insanlar görürsünüz axı, güya tərif edir də. Yaxşı mömin idi, filan səhv belə eləməsəydi yaxşı olardı. Yaxşı mömin idi, istəyir gözdən salsın əmr-ül-mümin. Allah Peyğəmbərdir, Allah onu gözdən salmaq istəyənləri özün xar elə. Duasıdır Peyğəmbərin. Və ədril həqqə heysu darə. İlahi, maraqlı ifadədir. Yəni, əmr-ül-mümin haradırsa, haqq ona neyini iqtida edir. Əzəmətli kəlmədir bu kəlmə. Baxın, yəni, bir meyar qoyur ortaya. Mizan qoyur ortaya. Yəni, haqqı batildən ayırmaq istəyirsinizsə, baxın, görün, əli haradadır, bilin ki, haqq oradadır. Ona görə deyirlər, çox qəribədir. Çox qəribədir, nə hadisə? Təsəvvür edin ki, Əmmar dünyasını deyişəndə cəmaat şəkkə düşdü Muaviyyənin yanında olanlar ki, ah, Peyğəmbər demişdi, onu fiətun bağiyə, zalim bir qövmü öldürəcək. Baxdılar, gördülər ki, Əmmarı kim öldürdü? Bunlar öldürdü axı özləri. Dedilər, onda Əmmar Əlinin yanındadırsa, Əli haqdır da. Bir nəfər kitab yazdı bir müəllif, Ət-Təəccüb. Çox təəccüblüdür. Əlinin həqqaniyyətini bu cür həll edirlər ki, Əmmar oradasa Əli haqdır. Allah deyir ki, Allahın Rəsulu deyir ki, haqq ona iqtida eləyir. Onu harada görsöz, bilin ki, elə haqq oradadır, haqqın meyarıdır. Yaxşı.
Ondan sonra dedi, əla fəl yubliğul şahid əl-qaib. Eşidənlər bu mövzunu çatdırın. Yəni, yalnız vəzifəmiz eşitmək deyil. Peyğəmbər nə gözəl danışdı. Bundan qulaq asmaq, dinləmək deyil. Bunu çatdırmalısınız. Çatdırın cəmaata. Bu cəmaat bilsin. Maraqlı bir dənəsə tarixdən fakt deyirəm. Maraqlı bir dənə fakt deyim sizə. Həmən yerdəki Peyğəmbər çıxış elədi, bitirdi, orada məscid tikdi. Tapşırıq verdi, məscid tiksinlər. Məscidin adı qaldı Qədir məscidi. Həmən məscidin adı qaldı Qədir məscidi. Baxın, Usulu Kafidə, Təhzibdə, Mən la yəhzərul fəqihdə hədisi var hətta bunun. Həsən-i Cəmmal deyir ki, Mədinədən Məkkəyə gedirdi İmam Sadiqlə. Mədinədən Məkkəyə gedirdi. İmam Sadiqlə bir yeri yetişdik. Fələmma intəhəynə ilə məscidil Qədir. Fikir verin, gəlib hədisi. Deyir, gəldim İmam Sadiqlə Qədir məscidinə çatdıq. Nəzərə ilə məsirətil məscid. İmam Sadiq baxdı həmən məscidə. Ondan sonra nə buyurdu? Qalə zalikə mavzu qədəm Rasulullah. Bu o yerdir ki, Peyğəmbər burada qalxdı ayağa, Əmirül Möminin əlini tutdu. Məscid tikdi Peyğəmbər, orada tikdirdi. Ondan sonra İmam Sadiq o yeri göstərəndən sonra buradır. Yaxşı. Sonra bəzi yerləri göstərdi. Bu yeri görürsən, bu yeri görürsən. Filan kəs bu yerdə idi ya, eşidirdi Peyğəmbər nə deyirdi. Sonra gəldi dedi Əmirül Mömininə ki, sən mənim əmirim oldun, imamım oldu. Sonra da çıxdı ona qarşı. Filan kəs burada dayanmışdı. İmam Sadiq bir nöqtələr dedi. Sonradan deyirlər hətta nə oldu? Dağıtdılar da. Dağıtdılar. Nə qədər yeri ki dağıdıblar, imamların qəbrini dağıtmayıblar. Nə qədər nişanlılar var ki, Əhl-i Beytlə bağlı dağıdıblar. Bir də o Qədir məscidini dağıtdılar. Bir ehtimal da budur, bu cür dağıtdılar. Hətta Şəhid əvvəl bilirsiniz, Lümə kitabını indi elm tələbələri bilir. O deyir ki, mən özüm görmüşəm o məscidin divarlarını. O vaxtda görünən divarları qalmışdı. Bir tarix budur dağıdıblar, bir tarix budur sel aparıb, amma görünən bu dağıdıblar. Şəhid əvvəl 1384-də vəfat edib. O deyir, mən o vaxtı görmüşdüm bunu. Diqqət elədiniz. Və hətta Hicazda bir alim var, Şiə alimlərdən biridir. O yeri qeyd edib, saxlayıb özündəki, haçan inşallah münasib olsa, orada tikilsin təzdən. Arzuları var yəni, iman əhlinin. Təzdən o yer tikilsin. Qədir məscidi. Yəni Peyğəmbər bu məsələnin ciddiyyəti üçün, əhəmiyyəti üçün əlindən gələni deyib ki, bu məsələ unudulmasın. Haradır Qədir? Nə baş verir burada? Hə, burada Peyğəmbər Əmirül Möminin əlini qaldırıb. Bu hədis özdə 110 dənə səhabə nəql edir. 80 dənə tabein nəql edir. Əl-Qədirdə 360 dənə əhl-i sünnə aliminin, əziz dəyərli qardaşlarımızın alimlərindən nəql olunur bu hədis. Mütəvatirdir, oyanmayanı yoxdur bu hədisi. Başa oyanmayanı yoxdur. Hədisi inkar eləyə bilməyiblər. Gəliblər məna dəyişmək istəyiblər. Deyiblər ki, burada məna, bir dəfə mən bu çıxışdan birinə dedim. Deyiblər, burada Peyğəmbər deyib ki, mən əlini sevirəm, siz də əlini sevin. Mən əlini dostlayam, siz də əliyə dost olun. Bu boyda sən təzəvvür 3 gün güya cəmaatı saxlayıb, axırda bu kəlməni deyib ki, bilirsiniz də ay cəmaat, mən əlini sevirəm, siz də onu sevin. Cəmaat bilmirdi ki, Peyğəmbər Əmirül Mömini sevir. Bu sözdür. Bilmirdi ki, Peyğəmbər dostdur, əzizdir Peyğəmbərə. Təsəvvür edin ki, adamın ürəyi yanır. Bu mövzunu elə pis əlaqələndirirlər. Güya Əmirül Mömin bir səhv iş görmüşdü. Belə gətirib çıxardılar bəziləri. Bir dənə səhv iş görmüşdü. Qədirxumda da Peyğəmbər mövzunu örtbasdır elədi də. Bu cür nə fəziləti çevirirlər Əmirül Möminin, yəni fəziləti yox idi. Səhvi var idi sanki. Peyğəmbər Qədirxumda örtbasdır elədi. Bu da bəzilərinin yanaşması. Sonra deyir ki, mən Əmirül Mömini çox istəyirəm. Mən çox istəyirəm. Nə deyim? Özün qəzavət elə. Özün özünə sual ver. Sevirsən doğrudan əlini. Ey dünya. Nəsə, keçək oradan. Allah bu xalqdan Əhl-i Beyt məhəbbətini almasın. Bu xalq gözəl xalqdır. Əhl-i Beyt məhəbbəti ilə qəlbi döyünən xalqdır. Şükür olsun Allaha. Şükür olsun Allaha. Yaxşı. Gəlim çatdım bu yerə. Və hətta bəziləri ki, deyiblər, orada dost mənasındadır. Niyə bəs Əmirül Möminin düşəndən sonra o yerdən qayıtdılar, dedilər, Əssəlamü, bəzi qayıtdı, ya Əmirəl Möminin. Bəzi də
sən bizim imamımız oldun, böyüyümüz oldun. Bəs Əmirəl-Mömin niyə dedilər? Dostsa əmir niyə deyirlər? Hətta Həssan ibn Sabitin yenə şeirinə baxın. Sən qaid oldun bizə, imam oldun bizə. Düzdür, Həssan ibn Sabit də sonradan yolundan çıxdı. Təəssüf o boyda şəxsiyyət, doğrudan da keçmiş parlaq olması gələcəyi sığortalanmır. Peyğəmbər dua eləmişdi, onu özü demişdi ki, nə vaxta qədər bizə kömək edəcəksən, Allah sənə kömək edəcək. Nə vaxta bizdən üzümüzü çevirəcəksən, da bizi yox, başqa nəsə arxain olacaqsan, onda da biz köməyimizi kesəcəyik səndən. Doğrudan da itirdi xəttini, axırda aqibət bir xeyir getmədi. Halbuki ilk şeir yazan da Əmirül-Möminlər. Tarixə baxın. Yaxşı. Bəli, bir Alman alimidir, xristiyandır, adını yazmışdım evdə dəftərimə, təəssüf bura yazmamışam, fikrimdən çıxanda. Deməli, İslam tarixi üzrə mütəxəssisdir. O bir dənə kitab yazıb, xristiyandır, kitab yazıb Peyğəmbərin canişini. Həmən kitabda deyir ki, əgər bir kəs tarixlə azacıq tanış olsa, İslam tarixi ilə azacıq tanış olsa, görəcək ki, Əli Peyğəmbərin canişindir, başqa söhbət olamaz. Yəni, bunun inkar eləmək olur. Bu qədər ciddi məsələdir. Hələn deyirlər, necə ola bilər, 70 min insan, daha doğrusu 100 min insan 70 günə dəyişildi. Eşitdilər, beyyət edədilər, 70 günə dəyişildilər. 70 gün çəkdi o fasilə. Mən bir dənə cavab vermişəm buna, baxarsınız. Çıxışdan birinə demişəm, necə oldu Musanın yanında olanlar 40 günə dəyişdi? 40 gün getdi, gəldi, oldu təzən bunlar bütpərəst. Halbuki möcüzələri görmüşlər, Musaya iman gətirmişlər. 40 günə dəyişildi Musanın ümməti, bu da dəyişildi. Bir nəfər alim bir maraqlı cavab verdi. Deyirsiniz ki, necə ola bilər 70 günə dəyişilsinlər? Deyir, Qurandan bir dənə stat deyim sizə. Qurandan gətirdiyi stat bu da. Deyir ki, necə ola bilir ki, Peyğəmbərin 10 dənə oğlu, Yaqubun 10 dənə oğlu, səhər gəldilər, dedilər ki, ay ata, ərsilhu mə'nə qədən yərtə və yələəv inna ləhu ləxafizun. Narahat olma, biz onu qoruyacaq, Yusuf ver bizə. Səhər bir sözdülər, axşam xəyanət elədilər. 10 dənə Peyğəmbərin balası səhər belə dedi, axşam belə dedi, ola bilər. Bir günə dəyişdilər ki, 70 günə yox. Deyir, ümmət də dəyişildi. 70 günə dəyişildi. Sabiqəsi var bunların. Çünki daxilən dəyişilməmişdilər. Zahirdə beyyət eləmişdilər. Ələl-xüsus müəyyən insanlar ki, başlaydı olar. Təsir eləyənlər cəmiyyətə. Və ayə gəldi, Əl-yom əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və rədi'tu ləkum əl-İslamə dinən. Neymət tamamlandı. Din kamilləşdi. Razı qaldım bundan. Tamamlandı sözü. Allah Taala tamamlandığın sözü burada deyib ha. İndi tamamlandı. Buna qədər məsələn Hüdeybiyyə sülhünə baxın. Tarixdə Hüdeybiyyə sülhü baş verib. Hüdeybiyyə sülhündə Allah Taala demir neymət tamamlandı. Deyir ki, nə deyir? Tamamlanmağa yaxınlaşırıq. Hələ tamamlanmayıb. Baxın o ayə Hüdeybiyyə sülhü Məkkənin fəthindən biraz qabaq baş verib, 2 il təxminən o ərəfələrdə baş verib. Peyğəmbər yığır neçə nəfər adamla birlikdə ki, geçsin Məkkənin Kəbə evini ziyarət eləsin. Müşriklər kesir qabağını ki, biz sənə icazə verməyəcəyik. Bunlar Peyğəmbərlə toqquşur, Peyğəmbərin ətrafında olan əzəməti görəndən sonra sülh qərarına gəlirlər. Peyğəmbər sülhə razılaşır. Sülhün şərtləri var, amma Peyğəmbərin yanında olan bəzi səhabələr narazı qalır. Narazıdırlar Peyğəmbərdən. O ayə ki var, radiyallahu anil müminin, möminlərdən razı qaldım. Möminlərdən deyir, razı qaldım. Bütün müsəlmanlardan razı qaldım demir orada. Kim ki mömindir, ondan razı qalmışam. Siz orada baxın, bəzən narazılıq eləyiblər. Bu necə imandır ki, Peyğəmbərə sən iman gətirib, narazılıq edirsən? Hətta biri Peyğəmbərə deyir, sənin Peyğəmbərliyə şəkk elədim. Bu ayəni stat gətirəsən ki, elə belə deyir axı. Orada bəndlərdən biri ilə ən toqquşlar, o məndlərdən biri bu idi ki, bir söz bu idi ki, indi ziyarət eləməyəcəksiniz, gedin buradan, gələn il gəlib ziyarət edəcəksiniz. İkinci bu idi, 10 ilə atəşkəs. Üçüncü bu idi ki, onlar deyirdilər müşriklər, bizdən kimsə keçsə sizə, tutaq iman gətirdi, keçdi sizə, qaytaracaqsınız bizə. Sizdən kimsə gəlsə verməyəcək. Peyğəmbər razılaşdı. Bunlar bəhəsi narazı oldu. Sən dedilər, zəll eləyirsən ki bizi. Oradan bir nəfər bizə gəlirsən, qaytarsan o tərəfə.
Peyğəmbər də bizə gəlməsin də. İndi Peyğəmbərin qurduğu plan bu idi ki, bizə gəlməz, gedər başqa yerə. Gedər başqa yerə, orada imanı təbliğ eləyər. Başqa şəhərə gedər. Orada təbliğata başlayar. Orada çəkər insanlar ətrafına. Dedilər, yox, sən bizi zəlil eləyirsən. Peyğəmbər zəlil eləmirəm. Zillət deyil. İmam Həsənin başına gələn sözlər Peyğəmbərin başına gəlir. Diqqət edirsiniz. Necə İmam Həsənə deyiləsən, bizi zəlil, hörmətsiz edirsən, həmən sözü gəlirlər Peyğəmbərə deyilər. Peyğəmbər deyir, yox, mən buna razılaşmalıyıq. Və razılaşdı və ayə gəldi. İnna fətəhna ləkə fəthən mubina. Nəinki zillət deyə, bu fəthdir. Bugünəcən bu söz işlənməmişdi İslam aləmində. Fəth kəlməsi. O günəcən Allah nəsr kəlməsini deyərdi, kömək elədin. Burada da fəth elədin. Nəyin fəthidir? Burada bir dənə maraqlı məqam var ki, onun ətrafında danışmağa deyər. Allah Taala bu mövzudan açanda deyir ki, sən fəth elədin. Nəyi fəth elədin? Qəlbləri fəth elədin, yəni. Nə mənada? Çünki ayənin davamına baxın, deyir, liyəxfirəlləkəllah ma təqəddəm min zəmbik və ma təəxər. Həm keçmiş günahlar var, Allah bağışladı, həm gələcək günahlar. O sual, Peyğəmbər günah eləyib. Bu nə sözdür bəs? Bəziləri deyir, bax, Peyğəmbər günahı bu ayına stat gətirib. Bu aydan yanlış stat gətiriblər. Ümumiyyətlə, fəthlə günahın bağışlanmağı nə əlaqəsi var ki? Sən Məkkəni tutaq ki, bir fəth edirsən, bir şey qazanmısan. Bu günah niyə bağışlansın ki, keçmişlə gələcək? Görünən burada başqa bir mesaj var. Onu qısa deyirəm, keçirəm, mövzumu bitirirəm. O mesaj bundan ibarətdir. Qardaşlarım, bacılarım, Quranda günahkar iki cürdür. Bir doğrudan günahkar, bir də var yazıq heç günah eləməyib, cəmiyyətin içində günahkardır. Musa kimi. Quranda ayədir. Ləhum əleyyə zənbun. Allah, bunlar mənə günahkar bilirəm. Ləhum əleyyə zənbun. Mən günahkaram bunların gözündə. Nə istəyirsən? Harunu ver mənə. Harun bunlar üçün pak insandır, təmiz insandır, qan tökməyən insandır. Amma mən bunların gözündə günahkaram. Çünki mən bir nəfər vurmuşam, düz eləmişəm, vurmuşam. Amma onlar səhv bilirlər və məni qan tökən kimi tanıyırlar və məni günahkar bilirlər. Sən Harunu ver mənə. Ləhum əleyyə zənbun. Mən günahkaram onların gözündə. Amma həqiqətdə günahkar deyiləm. Peyğəmbərin də gözündə o qədər təbliğat aparılmışdı ki, pak bir insan, məsum bir insan, bir cinayətkar bir insan kimi, qatil bir insan kimi tanınırdı. Yaxşı. Günahkar, qan tökən, ixtilaf yaradan, təfrəqə yaradan bir insan kimi, qaba bir insan, kobud bir insan, sülh istəməyən bir insan kimi tanıtdırmışlar. Günahkar bir insan kimi tanıtdırmışlar. Amma Məkkənin Hüdeybiyyə sülhündə gördülər, bu sülh sevər imiş ki. Bu hətta bəzi məsələləri razılaşır ki, sülh olsun. Qan tökülməsin. Qaydırlar, deyirlər, Peyğəmbərin adını yazır, məsələn, orada yazılır Muhammed Rasulullah, Allahümə salli ala Muhammed. Qarşı tərəf gəlir, deyir ki, yox, Rasulullah kimi qəbul eləmir onu. Yaz ora Muhammed ibn Abdullah. Əmr-ül-Momin Peyğəmbər nə deyim? Deyir, yoxdur, yaz. Qoy yazılsın. Deyirlər, yaz indi Əmr-ül-Mominə qarşı tərəf deyir, Muhammed ibn Abdullah. Deyir, mən o Muhammed Rasulullahı silib bunu yaza bilmərəm. Kimisi silsin, yazsın. Bunlar baxırlar, görüyor, Peyğəmbər buna razılaşdı. Hətta Peyğəmbər ətrafında bəzi narazıdır, Peyğəmbər yenə razıdır, tək sülh olsun. Peyğəmbərə baxışları dəyişildi. Peyğəmbəri ki, dünənəyəcən, keçmişini günahkar tanıyırdılar, fikirləri dəyişildi. Allah ona görə sanki demək istəyir ki, siz ki, keçmişdə Peyğəmbəri günahkar tanıyırdınız, elə bilirdiniz günahkardır. O mənada bağışladım, yəni da gördünüz ki, günahkar deyil. Gördünüz ki, yox, bu başqa bir insandır. Bu ixtilaf istəməyən bir insandır. Həmçinin gələcəyi də, yəni bağışlanıb, bu mənada bir gələcəyə yol açıldı Peyğəmbər üçün. Və elə bu doğrudan da bir yol idi. Məkkənin fəthi ondan sonra oldu. Diqqət elədiniz. Ona görə, amma bu ayədə baxın, əzzəllahımız, mən bu qədər niyə danışdım? Hüdeybiyyə kimi mühüm bir dənə hadisədir. Allah orada da deyir ki, neymət tamamlamadı. Nədir? Yutimmə neymətəhu aleykə. Allah neymətini tamamlamaq istəyir, hələ tamamlamayıb. Amma elə ki, gəldi imamət mövzusuna yetişdi, orada Allah Teala dedi ki, yox, indi tamamladım. İndi nöqtəni qoydum. Əl-yom əkməltu ləkum dinəkum və ətməmtu aleykum neyməti. İndi neymət tamamlandı. Qurana baxırsınız, orada deyir, yox, burada deyir, tamamlandı. Bu qədər mühüm bir gündür. Əzəmətli bir gündür, bu günü unutmaq olmaz, bu günü yadda saxlamalıyıq, bu günü cəmaata çatdırmalıyıq, bu günü insanlar tanımalıdırlar və bu Qədir-i-Xum özü zühurun bir müqəddiməsidir, zühurun keçmişidir. Ona görə bu günü həm tanımalıyıq, həm tanıtdırmalıyıq. Allah
hər birimizi Əmirül Möminin ələl İslamdan ayrı salmasın. Allah onun vilayətində sabit qədəm olanlardan bizləri qərar versin inşallah. Allahumma inna nes'aluke ve ned'uk bismikel azizil a'zam el-ecellil ekrem bil Hüseyni ya Allah ya Allah ya Allah ya Allah.